Salam, hörmətli kanal izləyicilərimiz. Günəşmən Masazır qəsəbəsində belə bir gözəl və möhtəşəm bir evimizdən mən sanışıram. Mərtəbə arası 1-də 2-də manat betonu təsis olunub. Evimizin bax belə bir gözəl bir fasad görünüşü var. Sol tərəfində gəldi ağaclar əkilib. Tut ağacı, alça ağacıdır, sağ tərəfdə gilas ağaclardır. Multisistem jaluzi qapıdır, əl qapısı hörmətli kanal izləyicilərimiz. Təzil evimiz satılır. Bax bu evimiz satılır, sağdakı evimiz satılır. Hər ikisi satılır. İkisini alana çox gözəl bir endirim olunacaq. Fasadı kabancıq daşla döşənmə hörmətli kanal izləyicilərimiz. Evimizin sağ tərəfindən tutmuş, arxa tərəfindən kirasından keçə bilərsiniz. Bax, belə bir həyət yanı sahəsində mövcuddur. Evimiz öz əşya satılır. Onu xatırladımsa, əşya satılır. Burada da ağac güləşmiş torpaq sahəsi saxlanılır. Bax, belə bir həyət yanı sahəsi. Evimiz isə yerləşir Masazırda, Əli Qavat heykəlinin düz yaxınlığında yerləşir. Asfalt yolun üzərində inşa olunub hörmətli kanal izləyicilərimiz. Evimizin xatırladım ki, içi çöldən daha çox gözəldir. Burada ikinci mərtəbənin avabəli qalxan plekandır, manat betondur. Bu gördüyünüz yerdə manat betondur, yuxarıda manat beton, plekan da manat betondur. Birinci mərtəbəsində sağda evimizin qonaq otağı, mətbəximiz və burada bir yataq otağı burada mövcuddur. Və burada sol tərəfdə isə evimizin sanitariya uşağıdır. Duş kabinlə təsis olunub, yeri stifonla təsis olunub hörmətli kanal izləyicilərimiz. Evimiz əşya satılır. Nə gördüysə evin içində qalmaq şərtlə satılır. Ola bilsin ki, yalnızca ancaq konteynerlər çıxın, qalan bütün elektro tavar, televizor, ne gördünüz hamısı qalır hörmətli. Pərdəsi, mərdəsi, nə görsə hamısı qalır. Kombi istemişlər vəziyyətləri, qoşadaşdır. Bax belə bir gözəl bir qonaq otağı burada mövcuddur. Qiymət isə 205 min manatı evimiz start və qiymətlə satışa çıxıb. Sözsüz ki, real alıcıların yəni endirim olunacaq. Burası evimizin mətbəxidir. Mətbəx də gördüyüm yetərincə genişdir. Yəni burada mətbəx mövcud olduqdan sonra stol arasını qoyub nahar edə bilərsiniz. Pəncərəsi öz həyətinə baxır. Burada 1 metr məsafə saxlanılıb hörmətli kanal izləyicilərimiz. Burası isə yataq otaqlarından biridir aşağıda. Ümumilikdə 5 otaqdan ibarətdir. Sənədləri bir də xatırladım. Birbaşa notara qayd alqı-satqıdır, kupçadır, ipoteka yararlıdır. Real alıcılarına yəni endirim olacaq hörmətli kanal izləyicilərimiz. İkinci mərtəbəsində 1, 2, 3 dənə yataq odağı, solda sanitariya qoşuladır. Burada sağ tərəfdən balkona çıxışdır. İrələndiyə qədər hamısı ilə mən tanış edəcəm hörmətli kanal izləyicilərimiz. Geniş belə bir gözəl bir yataq otağı burada mövcuddur. Panoraması çox superdir. Birbaşa Duz gölünə panorama hörmətli kanal izləyicilərimiz. Bax buradan da görürük Duz gölünə panoramıdır. Pəncərə işıqların təsis olunub, birbaşa öz həyətinə baxır pəncərələrə də. Bu gördüyük bütün bu əşyalarımız qalmaq şərti ilə evimiz 205 min manata təcil olaraq satılır. Burası isə ikinci mərtəbə ayrılan sanitariya qovşağıdır. Yeri stifonla təsis olunub. Bir yataq otağımız bax burada mövcuddur. Görə bilərsiniz, genişdir, həddən artıq. İşıqlanması, havalandırması da çox gözəl. Aboyların da seçimi idealdır. Evimiz ikinci ev kimi istifadə